Bismillahirrahmanirrahim. Almanya İmam Zaman Mərkəzinin İslam İnqilabının 3-cü rəhbəri Ayətullah Seyyid Muctəba Xamneyə və fədakar İran xalqına açıq təbrik məktubu. Şəhidlərin Allahının adıyla, and olsun ataya və onun övladına. İslam İnqilabının yeni seçilmiş 3-cü rəhbəri cənab Ayətullah Seyyid Muctəba Xamneyi çətin və həssas dönəmdə çox böyük və ilahi bir vəzifəyə seçilməyiniz münasibətilə Almanya İmam Zaman Mərkəzi adından sizi və fədakar İran xalqını təbrik edirik. Bu seçim müəzzəm şəhid rəhbərimizin şəhadətindən sonra möminlərin kədərli qəlbinə xeyli məlhəm oldu. Cənab rəhbər, Əl-yevmə yeysəl-ləzinə kəfəru min dinikum, bugün kafirlər dininizdən əllərini üzdülər ayəsinin daha bir nümunəsi parladı. Əqidəmiz budur ki, bu parıltı zuhura gedən yolu işıqlandıraraq azadələrin fərdi və ictimai hazırlığına yardımcı olacaq. İzzətli və ləyaqətli rəhbər, İslam İnqilabının yeni rəhbəri olaraq sizinlə beyyətimizi təzələyir, mütləq itaətinizi özümüzə borc bilirik. Təqvalı və cəsur İran xalqının haqq mövqeyini hər zaman dəstəkləmişik. Bundan sonra da qürurla müdafiə edəcəyik. 9 Mart 2026-cı il Almanya İmam Zaman Mərkəzi.